akşamlar, hoş geldiniz öncelikle. Başımız İyi üstüne. akşamlar. İyi akşamlar efendim. Teşekkür ederim. Biz teşekkür ediyoruz. Şimdi hem Bakü'de süreç nasıl izleniyor merak ediyoruz. Bakü yönetimi meseleye nasıl bir bakış açısıyla yaklaşıyor? Hem de Azeri halkı nasıl izliyor meseleyi merak ediyoruz. Herhalde siz de biz de hiçbirimizde yeni bir cephe açılmasını, gerginliğin bir de Azerbaycan-İran hattına sıçramasını istemeyiz değil mi? Buyurunuz lütfen. Teşekkür ederim. Azərbaycan dövlətinin bu məsələyə əlaqədar olan mövqeyi müharibə başlayandan və ondan öncə də ondan ibarət olub ki, bu savaş Azərbaycanın savaşı deyil. Bu savaşın Azərbaycana sıçrayışının qarşısını almaq lazımdır. Və Azərbaycanın özünə məxsus münasibətləri var təbii ki, Amerika Birləşmiş Ştatları ilə, ABD ilə, İsrail ilə. Lakin bu münasibətlərin bu savaşa heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisi, nə onun kara alanı, nə hava alanı İrana qarşı heç bir şəkildə istifadə oluna bilməz. Bütün bunlara baxmayaraq Azərbaycan dövlət başçısının İran səfirliyinə gedib ali dini rəhbərin ölümü ilə, dünyasının dəyişməsi ilə bağlı başsağlığı verməsinə baxmayaraq, Livanla əlaqədar İran Xarici İşlər Naziri müavininin, yəni Dışişlər Bakanı yardımcısının Azərbaycandan yardım istəməsinə və Azərbaycanın buna ılımlı baxmasına baxmayaraq belə bir atak gerçəkləşdirildi. Azərbaycan bundan narahatdır və öz torpaq bütünlüyünü qorumaq çərçivəsində addımlar atır. Amma dövlət başçısının kəskin çıxışına və istifadə etdiyi kəskin sözlərə baxmayaraq, dövlət başçısı bildirdi ki, bu İran tərəfindən, İran dövləti tərəfindən Azərbaycana və onun ərazisinə münasibətdə həyata keçirilmiş terror aktıdır. Və eyni zamanda beynəlxalq hüququn gözündə bu Azərbaycan əgəmənliyinə qarşı atılmış bir addımdır. Suverenliyin pozulması hadisəsidir. Lakin buna baxmayaraq Azərbaycanın mövqeyi olduğu kimi qalır. İrana münasibətdə heç bir kampaniyada Azərbaycan iştirak etməyəcək. Yalnız özünü müdafiə məqsədi ilə, kəndi torpaq bütünlüyünü qorumaq məqsədi ilə qüvvələr təbii ki, yüksək hazırlıq vəziyyətinə gətirilibdir və Sepahla əlaqəsi olduğu bildirilən şəxslər də Azərbaycanda dünən axşam bildiyiniz kimi tutuldu. Bu çok normal bir şey. Aslına bakarsanız Türkiye'de de Milli Savunma Bakanlığı buradaki füze tartışmasına ilişkin olarak aynı şeyi söyledi. Her zaman cevap verme hakkımız mahfuz olmak üzere dedi. Dolayısıyla Azerbaycan yönetimi de benzer bir stratejide hareket ediyor. Tabii ki de bağımsızlığını ve toprak bütünlüğünü korumak maksadıyla. Ve Türkiye ile koordine olunmuş şekilde hareket edir. Tam onu soracaktım Orhan Amaşov son soru olarak. Yani Azerbaycan-Türkiye ilişkileri her zaman yakın, sıcak ve güvene dayalı olarak gelişmiştir. Bu son dönemde de özellikle sosyal medyada yani neredeyse provokatif, kışkırtan, yani hem Azeri tarafını hem Türk tarafını birbirine karşı kışkırtan paylaşımlar var. Bilemiyorum, bunları troller mi yapıyor, hangi odaktan yönlendirilerek bunları yazıyorlar, inanın bilemiyoruz ama eminim bunları da dikkatle izliyordur Azerbaycan tarafı ve böyle bir şeyin olmasının da önündeki bütün aslında engelleri, önlemleri alıyordur. Doğru mudur? Tabii ki Azərbaycanda həm İrana aid olan, həm də şübhəsiz ki, İsrailə aid olan müəyyən ünsürlər ola bilər, hansı ki öz maraqlarına uyğun fəaliyyət göstərir. Bu İran da, İsrail də bu baxımdan heç bir anlamda mələk deyillər. Biz öz kəndi maraqlarımızı qorumalıyıq və kəndi torpaq bütövlüyümüzü qorumalıyıq. Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlər müttəfiqlik münasibətidir. 2021-ci ildə Şuşa bəyannaməsi imzalanıb və hər iki parlament də bunu ratifikasiya edibdir və bizim aramızda NATO 5-ci maddəsinə uyğun qarşılıqlı yardım prinsipi var. Bizə olan hücum Türkiyəyə hücumdur. Türkiyə olan hücum isə Azərbaycana hücumdur. Bu məntiqlə biz çıxış edirik. Digər bir tərəfdən bəli, burada həm Türkiyədə bunlar, bu cür ünsürlər çoxdur. Azərbaycanı sevməyən, Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək istəyən, Azərbaycanın müstəqil siyasətini gözə götürməyən ünsürlər var. Azərbaycanın da daxilində bəzi ajanlar təbii ki mövcuddur. Hansı ki sosial mediada müxtəlif botlar vasitəsilə Azərbaycan dövlətinin qüruruna toxunan məsələləri ortaya atırlar. Azərbaycanla İran münasibətləri çox mürəkkəbdir. Azərbaycan-İran qardaş deyil. İranın içərisində Azərbaycanın qardaşları var, Azərbaycanlılar var. Amma münasibətlər daim qarşılıqlı hörmətə əsaslanmalıdır. Biz bu mərhələdən bir yerdə nizam, intizam, iradə göstərməklə çıxmalıyıq və inanıram ki, elə də olacaq.
Çok teşekkür ediyorum Orhan Amaşov. Harika ifade ettiniz. Teşekkürler ediyoruz efendim. Bakü'den sevgili meslektaşımız Anevz Genel Yayın Yönetmen Yardımcısı ve siyasi analist Orhan Bey benimle beraberdi. Kendisini selamla uğurluyorum. Teşekkür ediyorum. İyi akşamlar diliyorum. Teşekkürler. Şimdi Orhan Bey ne dedi? Nizamla yani düzenle, makulle, saygıyla ve hürmetle ilerlemesi gereken bir sürecin içerisindeyiz dedi. Keşke öyle olsa.